Müəllimlərimizi tanıyaq və tanıdaq rubrikası təqdim edir. Bugünkü müsahibimiz Bakı Avrasiya Universitetinin Filologiya Fakültəsinin dekanı, eyni zamanda uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanovdur. Xoş gördük Salman müəllim. Xoş gördük. Bildiyimiz kimi siz ərəb dili fənnini tədris edirsiniz universitetimizdə. Öyrənmək istəyərdim ki, Bakı Avrasiya Universitetində ərəb dili tərcümə ixtisasının üstünlükləri nələrdir? Bir daha xoş gördük. Bildiyimiz kimi, Azərbaycanın ərəb dilinin öyrənilməsində böyük tarixi təcrübəsi vardır. Qədim və orta dövrlərdən bəri Azərbaycan ədibləri öz əsərlərini ərəb dilində yazmışlar. Hətta iş o yerə gəlib çatıb ki, böyük ərəb ədibi İbn Qüteybə öz əsərində buyurur ki, Mədinə şəhərində elə bir əcnəbi, qeyri-ərəb şairi yoxdur ki, əsli Azərbaycandan olmasın. Həm də təsadüfi deyildir ki, Bakını Şərqin qapısı adlandırırlar. Azərbaycan Şərq dünyası ilə xüsusi əlaqələr qurmaqdadır. Bu baxımdan da ərəb dilinin tədrisi digər universitetlərdə olduğu kimi Bakı Avrasiya Universitetində də mühüm əhəmiyyət kəsb edir. Bu universitetimiz də yarandığı ilk gündən tərcümə ərəb dili ixtisası sahəsinə xüsusi fikir vermişdir. Və gənclərimiz, tələbələrimiz bu dilə xüsusi maraq göstərirlər. Həm də ona görə ki, Azərbaycan bir müstəqil dövlət kimi 21-dən artıq ərəb ölkəsi ilə yaxından əlaqələr qurur, səfirliklər açır. Azərbaycanda ərəb ölkələrinin səfirlikləri mövcuddur. Buna görə də məhz bizim universitetdə də ərəb dilinin tədrisi xüsusi üstünlüyə malikdir. Universitetimizdə tələbələrin xarici dil biliklərini artırmaq üçün əlavə kurslar, seminarlar və ya təqaüd proqramları mövcuddurmu? Bəli, bizim universitetimizdə Səudi Ərəbistanında Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının və Bakı Avrasiya Universiteti arasında xüsusi müqavilə bağlanmışdır və bu müqavilə nəticəsində universitetimizdə ərəbşünaslıq mərkəzi açılmışdır. Bu mərkəzin sayəsində və köməkliyi ilə tələbələrimiz bir il müddətinə Səudi Ərəbistanına göndərilərək xüsusi təcrübə keçirirlər. Bununla yanaşı, yaxşı oxuyan, ərəb dili ixtisası üzrə yaxşı oxuyan tələbələrimizə xüsusi təqaüdlər verilir. Bundan başqa, tərcümə alman dili, fransız dili və ingilis dili ixtisasları üzrə tələbələrimiz Azərbaycanda yerləşən səfirliklərə gedir və orada xüsusi proqramlar keçirlər. Bununla yanaşı, digər səfirliklərdən də, yəni Azərbaycanda Bakı şəhərində yerləşən Almaniya, Fransa və İngiltərənin səfirliklərindən xüsusi nümayəndələr gələrək bizim tələbələr üçün xüsusi kurslar keçirirlər.